Salam, xoş gördük sizləri. Bizim bugünkü mövzumuz külək mövzusu olacaq. İlk növbədə baxaq görək külək nədir? Külək havanın atmosferdə yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru əsən, üfüqi istiqamətdə əsən hərəkətinə deyilir. Küləyin yaranmasının əsas səbəbi yerin qeyri-bərabər qızması və bu nəticəsində təzyiq fərqinin yaranmasıdır. Yer kürə formasında olduğuna görə günəş şüaları müxtəlif bucaq altında düşür və bu nəticəsində günəşin müxtəlif hündürlükdə olması nəticəsində yer səthi müxtəlif cür qızır. Qızınma da temperatura təsir edir. Temperaturun müxtəlifliyə səbəb olur. Temperaturun müxtəlifliyi də təzyiqə təsir edir. Məsələn, daha çox qızan hissələrdə alçaq təzyiq sahəsi yaranır, daha az qızan hissələrdə isə yüksək təzyiq sahəsi yaranır. Bu təzyiq fərqinin yaranması nəticəsində yer səthində küləklər əmələ gəlir. Küləyin istiqamətini təyin edən cihaz flüger cihazı adlanır. Onun sürətini ölçən cihaz isə anemometr cihazı adlanır. Küləyin gücünü müəyyən etmək üçün 12 ballıq Beaufort şkalasından istifadə edirik. Bir də ərazidə hakim küləyin istiqamətini təyin etmək üçün külək günündən istifadə edirik. Külək gününü tərtib etmək üçün ilk növbədə üfüqün əsas və aralıq cəhətlərini qururuq. Daha sonra küləkli günlərin sayına görə, məsələn, şimalda əsən küləkli gün nə qədərdirsə, 5 dənədirsə, 5 dənə xətt bura qoyuruq. Cənubda əsən 8 dənədirsə, 8 dənə bura qoyuruq. Bu şəkildə xəttləri, qısa xəttləri yerləşdiririk və ay ərzində küləksiz günlərin sayını da mərkəzə yazırıq. Mərkəzdə qeyd edirik. Daha sonra ən sonuncu xəttləri birləşdiririk və buna əsasən də külək gününün istiqamətini, hakim küləyin istiqamətini təyin edirik. Misal üçün, ən uzun istiqamət şərq nə? Şimaldır. Deməli, şimal və şərqdən əsən küləklər hakim küləyin istiqamətini təyin edir bizdə. Bu da bizdə müəssisələri qurarkən, yerləşdirərkən sənaye müəssisələrimiz, zavodun tüstüsünün düzgün şəkildə yayılması, misal üçün binalara hava tutan, havanın düşən tərəfi falan. Yəni hər bir cəhətdən bu amil hakim küləyin istiqaməti bizə lazımdır təyin etmək. Daha sonra keçdik küləklərin davam etmə müddətinə görə. Küləklər davam etmə müddətinə görə 3 cür olur. Deməli, daha doğrusu 4 cür olur. Sutkalıq küləklər var, mövsümi küləklər var, daimi küləklər var, bir də müvəqqəti küləklər var. Sutkalıq küləklərinə aiddir briz küləkləri. Briz küləkləri nədir? Briz küləkləri əsasən su sahili zonada, yəni sahilə çıxışı olan zonada baş verir. Su ilə quru arasındakı təzyiq fərqindən yaranır. Sutka ərzində istiqamətini 2 dəfə dəyişir. Sutka ərzində 2 dəfə dəyişir. Gündüz sudan quruya doğru gedir. Çünki quru sahəsi tez qızır. İstilik alır günəşdən. Tez qızır və bunun nəticəsində burada alçaq təzyiq sahəsi yaranır. Su üzərində isə yüksək təzyiq sahəsi yaranır. Biz də küləyin axın istiqamətini demişik. Yüksək təzyiqdən alçaq təzyiqə doğru əsən hava axınına külək deyirik. Yüksək təzyiq su üzərində olduğuna görə gündüz sudan quruya doğru əsir. Gecə isə su daha çox isti olduğuna görə, istilik tutumu yüksək olduğuna görə gün ərzində qızır. Gecə isə istiliyi qurudan daha çox olduğuna görə burada artıq alçaq təzyiq sahəsi yaranır. Quruda isə yüksək təzyiq sahəsi yaranır. Gecədə yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru, yəni qurudan suya doğru əsən küləklərdir, briz küləkləri. Mövsümi küləklərə musson küləklərə aiddir. Mussonlar da ildə istiqamətini 2 dəfə dəyişəndir. İldə istiqamətini 2 dəfə dəyişir. Yay mussonları var, qış mussonları var. Əsasən musson küləkləri materiklərin şərq hissəsində, Şərqi Asiya, Cənub-Şərqi Asiya, Cənubi Asiya üçün xarakterlikdir. Musson küləkləri əraziyə daxil olanda, yay mussonları daxil olanda əraziyə yağıntı gətirir, qış mussonları daxil olanda isə hava quraq olur. Yəni yay yağıntılı dövr olur, qış isə quraq dövrü kimi keçir. Musson küləkləri də eyni ilə briz küləkləri kimidir. Yayda alçaq təzyiq zonası, alçaq təzyiq quru üzərində olur. Yüksək təzyiq zonası isə su üzərində olur. Çünki torpaq daha tez qızır ona görə. Küləyin istiqaməti də yay mussonları yüksək təzyiqdən, yəni okeandan materikə doğrudur. Qışda isə əksinə, artıq materikdə yüksək təzyiq olur, okeanda isə alçaq təzyiq olur. Qış mussonları isə materikdən okeana doğru əsir. Və bunların davam etmə müddəti, yay mussonlarının davam etmə müddəti iyuldan oktyabra doğrudur. Qış mussonları isə oktyabrdan iyula doğrudur davam etmə müddətinə görə. Yay mussonları rütubətli olur, yağıntı gətirir. Qış mussonları isə əsasən quraq olur. Quraq, yəni hava şəraiti yaradır. Daha sonra gəldik daimi küləklərə. Daimi küləklər yer səthinin qeyri-bərabər qızması nəticəsində və müxtəlif təzyiq qurşaqlarının olması nəticəsində yaranır. Onlar il ərzində eyni istiqamətdə əsir, yəni istiqamətin dəyişmir bu küləklər. Amma meyl etməsinə təsir eləyir. Daimi küləklərin deməli 3 yerə bölünür. Passat küləkləri,
qərb küləkləri və qütb küləklərinə. Qütb küləkləri şimalda, yuxarıda şimal-şərq, cənubda isə cənub-şərq küləkləri adlanır. İlk növbədə passat küləklərinə baxaq. Passat küləkləri tropiklərin yüksək təzyiqindən ekvatorun alçaq təzyiq sahəsinə doğru əsən küləklərdir. Şimal yarımkürəsində şimal-şərqdən cənub-qərbə, cənub yarımkürəsində cənub-şərqdən şimal-qərbə. İstiqaməti ümumilikdə qərbə doğru meyl eləyir və materiklərin əsasən şərq yamacına yağıntı gətirir. Quru üzərindən əsən, yəni materik üzərindən əsərsə də passatlar isti və quru olur. Onlar əsasən hakim olan yerlərdə səhralar yaranır. Amma okean səthində əsən passatlar isə çoxlu rütubət və yağıntı gətirir. Və materiklərin əsasən şərq hissələrinə yağıntı verir. Qərb küləkləri, ondan sonra gələn küləklər, tropiklərin yüksək təzyiqindən mülayimin alçaq təzyiq sahəsinə doğru əsən küləklərdir. Belə deyək, 45-60 dərəcə enliklərə doğru əsir. Bu küləklərin təsiri altında olan ərazilər əsasən bol yağıntı gətirir. Qərb küləklərin istiqaməti cənub-şərqdən şimal-qərbə doğru, şimal yarımkürəsində, cənub yarımkürəsində isə şimal-şərqdən cənub-qərbə doğru, daha doğrusu şimal-qərbdən cənub-şərqə doğru əsir. Ümumilikdə meylləri şərqə doğrudur, amma materiklərin qərb yamaclarına əsasən təsir edirlər və qərb yamaclarına daha çox yağıntı gətirirlər. Növbəti küləyimiz qütb küləkləridir. Qütb küləkləri şimal yarımkürəsində şimal-şərq küləkləri aktiv iqlim qurşağının yüksək təzyiq sahəsindən mülayimin alçaq təzyiq sahəsinə doğru əsir, şimal-şərqdən cənub-qərbə doğru. Cənub yarımkürəsində isə Antarktida üzərindən alçaq təzyiq sahəsindən, daha doğrusu Antarktida da deməli alçaq təzyiq sahəsindən, daha doğrusu Antarktidada yüksək təzyiq sahəsindən mülayimin alçaq təzyiq sahəsinə doğru əsən küləklər cənub-şərq küləkləri adlanır. Bu küləklər deməli cənub-şərqdən şimal-qərbə doğru meyl eləyir. Üzrlü sayın dilim dolaşdı orada. Aha. Bu küləklərdə yağıntı vermir. Verən yağıntı da qar şəklində olur. Çünki soyuq zonadan əsirlər buna görə. Daimi küləklər istiqamətlərini dəyişmirlər, amma özlərinin meyl etməsi var. Onlar əsasən şimal yarımkürəsində sağa doğru meyl eləyirlər, şimal yarımkürəsində sağa, cənub yarımkürəsində isə sola doğru meyl eləyirlər. Bunun səbəbi yerin öz ox ətrafında fırlanması nəticəsində yaranan Coriolis qüvvəsi ilə əlaqədardır. Coriolis qüvvəsi. Daha sonra keçək növbəti slayda. Bu slaytda yenə həmin küləklərin əsdiyi istiqaməti göstərmişik. Passatlar əsasən 0-30 dərəcə enliklər arasında, qərb küləkləri 30-60 dərəcə, qütb küləkləri isə 60-dan 90 dərəcə arasında əsən küləklər idi. Daha sonra elə bu təzyiq zonalarını demişkən, bir dənə bu siklon antisiklondan da danışaq. Atmosferdə qapalı alçaq təzyiq sahəsi ilə əlaqədar yaranan havanın burulğanlı hərəkəti adlanır siklonlar. Siklon. Siklon üçün xarakterlikdir. Mərkəzində alçaq təzyiq sahəsi, kənarlara doğru getdikcə yüksək təzyiq sahəsi mövcud olan sahədir siklonlar. Siklonlar küləyin istiqaməti kənardan mərkəzə doğrudur. Görürsünüz oxların istiqaməti kənardan mərkəzə doğrudur. Hərəkət istiqaməti şimal yarımkürəsində saat əqrəbinin əksi, cənub yarımkürəsində isə saat əqrəbi istiqamətində əsirlər. Bunu mərkəzdə minus plus qoymaya bilər. Ola bilər ki, bura yazar ki, 740 mm civə sütunu. Kənara doğru 750, sonra 760. Əgər mərkəzdə alçaqdırsa, deməli bu alçaq təzyiq sahəsi olan qapalı təzyiq sahəsində dedik siklon. Əgər əraziyə siklon daxil olursa, bu zaman ərazidə buludlu hava şəraiti yaranır, yağıntı verir, buludlu hava şəraiti yaranır və güclü küləklər əsir. Tropik siklonlar daha təhlükəlidir. Tropik siklonlara nümunə kimi, məsələn, tayfun var, Cənub-Şərqi Asiyada əsasən əsir tayfunlar, tropik zonada əsən siklonlardır bunlar. Tayfunlarla eyni xüsusiyyətə malik olan tufan küləklər var ki, Şimali Amerikada əsir. Bunlar ABŞ-da, Şimali Amerikada, burada Meksika körfəzi sahilində əsirlər. ABŞ-da Şimali Amerikada bir də simert küləkləri var ki, bunlar əsasən kəskin təzyiq fərqi nəticəsində yaranan quru toz burulğanıdır, güclü küləkdir. ABŞ-da bu küləkləri tornado da adlandırırlar. Tornado. Baxın, beləncə bir toz burulğanıdır. Güclü bir burulğandır. Qarşısına nə çıxırsa onu məhv edir. Əsasən təzyiq fərqi nəticəsində yaranır bu da. Quruda ən küləkli yerimiz isə Antarktidada adeli torpağıdır. Burada küləklərin sürəti saniyədə 8 metrə çatır ki, ona görə də onu ehtiyat küləklər adlandırırlar. Daha sonra gəldik antisiklona. Antisiklon nədir? Antisiklon, siklonun əksinə olaraq mərkəzində yüksək təzyiq sahəsi, kənarlara doğru
alçaq təzyiq sahəsi yaranan hava kütləsidir. Küləyin istiqaməti mərkəzdən kənara doğrudur. Oxların istiqamətinə baxırıq, mərkəzdən kənara doğrudur. Hərəkət istiqaməti şimal yarımkürəsində saat əqrəbi istiqamətində, cənub yarımkürəsində saat əqrəbinin əksi istiqamətində. Baxın, saat bu şəkildə fırlanmır. Bu şəkildə. Bu şəkildə də fırlanır. Amma cənub yarımkürəsində onun əksidir, saatın əksidir. Baxın, bu şəkildə fırlanır. Bu saat əqrəbinin əksi deməkdir. Antisiklonla siklonun xüsusiyyətləri bir-birinə əksdir. Antisiklonda mərkəzdə yüksək təzyiq formalaşır və burada buludsuz, yağıntısız hava şəraiti olur. Hava çox sakit keçir ki, bu hava şəraitinə deyirik şəlakət. Şəlakət. Şəlakətli hava. Daha sonra keçin növbəti slayda. Daha sonra müvəqqəti əsən küləklər var və yerli küləklərimiz var. Misal üçün dağdərə küləyi var. Dağdərə küləyi dağlıq ərazilərdə baş verir bu küləyə əsasən. Dağın ətəyindəki isti hava yüngül olduğu üçün yuxarı qalxır gündüz vaxtı. Gecə isə yuxarıdakı soyuq hava ağır olduğuna görə aşağıya doğru enir. Bunun nəticəsində dağdərə küləkləri yaranır. Fön küləkləri də dağlıq ərazilərdə olur. Fön küləklərində sxem qurulur birinci, ikinci. Yağıntı ən çox harda verilir? Rütubət gəlib burada dağa toxuşan yerdə yağıntı verir bu hissədə fön küləkləri və təsərrüfata ziyan verir. İsti quru küləkdir. Daha sonra yerli küləklərimiz var. Dünyada Fransa ərazisində Mistral küləyi var. İtaliyada Sirokko küləyi var. Qara dəniz ətrafında və Qafqaz dağları, Şimali Qafqaz dağları ətrafında Bora küləyi var. Baykal gölünün ətrafında Sarma küləyi əsir. Filippində Baguyo küləyi əsir. Avstraliyada Vili-Vili küləyi var. Sonra toz burulğanlarımız var. Ərəbistan yarımadasında Həbib adlanır. Şimali Afrikada Səmun və Xəmsin adlanır. Sirokkoda həmçinin toz burulğanında hesab olunurlar. Bunlar da yerli küləklərimizdir. Bugünkü dərsimiz küləklərlə bağlı olan hissəmiz bu qədər. Bir də onu deyim ki, Azərbaycanda da yerli küləklərimiz var. Bunlardan Xəzri küləyi var, Gila var, Ağ yel, Qara yel kimi yerli küləklərimiz var. Dərsimiz küləklərlə bağlı bu qədər.